Bir şey ki onsuz da bitəcək, onsun üzr istəyirəm, ağız suyu axıtmağa dəyməz. Valla dəyməz. Bitəcək bu, gözündən düşəcək. Nələri arzu edirsən, nəsə maddi neymətlər, əl çatmaz gəlir, valla sənə versələr gözündən düşəcək. İndidən gözündən düşsün. Gözündən düşəcək, nə olur olsun gözündən düşəcək. Ən gözəl yer arzuluysan, gedim orada bircə ay, 2 ay qal, bir hovuza girim, çimimliyim, elə şırt böyüdü, elə bil ki, cənnətdən danışır. Sonra getdiyin o hovuz da səni yorur, bildiyi də yaxşı, dincəldi, lap yaxşı. Bu, o qədər müddəti, istifadə müddəti hər şeyin azdır bu dünyada. Vacib deyil o əlvət çatsın gözündən düşsün, əvvəldən gözündən sal, demirəm ki, istifadə eləmə. Qəribə bir şeydir, dəyərsiz bilib istifadə eləyəndə ləzzəti çox olur. O belədir, dünyanın işi belədir. Dəyərli biləndə çox, istifadə eləyəndə də yorur səni. Amma məqsədin başqa şey olsa, istirahətin də zövqü başqa olur, ünsiyyətin də zövqü başqa olur. Hər şeydən daha çox ləzzət alırsan.